Salam, hər birinizi xoş gördük kanalımda. Sizlərlə yeni bir mövzu izahında uzun bir aradan sonra daha bərabərəm. Çox keçmədən başlayaq köməkçi nitq hissələri. Mən çalışacağam ki, müfəssəl şəkildə danışmaqla bərabər ən lazımlı məqamları sizlər üçün çatdırım. Ümumiyyətlə, gəlin danışaq, əsas nitq hissələri nədir, köməkçi nitq hissələri nədir, bunların fərqləndirilməsi necə olur? Əsas nitq hissələri müstəqil lüğəvi bir mənaya malik olmalıdır. Tutalım, deyirəm, kitab. Kitab deyəndə mənim gözümün qarşısında oxumaq üçün bir vəsait, onun şəkli, yaxud da sualı, kitab nə? Bu canlanır, düzdür? Bir də deyirəm ötürü, üçün, görə, və, ilə, əsasən, deyəsən, məncə, olmaya. Mənim gözümün qarşısında heç nə canlanmadı, ona görə ki, həmin bu ikinci variantda sadaladıqlarım müəyyən bir sözü artırılmaqla məna ehtiva edə bilər. Aydındırmı? Biz danışaq biraz da əsas və köməkçi hissələrinin fərqləndirilməsindən. Əsas nitq hissələri quruluşca sadə, düzəltmə, mürəkkəb ola bilər. Köməkçi hissələrində isə quruluş baxımından biz sadə və mürəkkəblik görə bilərik. Qoşmalar burada istisnadır ki, qoşmalar quruluşca yalnız sadə olacaq. Biz daha sonra danışa bilərik onların söz yaradıcılığında iştirak edib etməmə baxımından. Əsas nitq hissələri söz yaradıcılığında iştirak edir, amma köməkçi hissələri söz yaradıcılığında iştirak etmir. İki dənə deməli bizdə istisnalar var. Aid və xas qoşmalarıdır ki, aidlik, dairlik, yəni bunları birazdan danışacağıq. Bax, bu aidlik qoşma növündə yazım artıq, çox danışmayım. Biz dedik ki, köməkçi hissələri söz yaradıcılığında iştirak etmir. Qoşmalar istisnadır. Aid və xas qoşmaları özündən sonra leksik şəkilçi neyniyər? Qəbul edə bilər. Daha sonra danışa bilərik ki, əsas nitq hissələri müstəqil şəkildə cümlə üzvü olur. Köməkçi hissələri isə cümlə üzvü vəzifəsində iştirak etmir. Yenə burada qoşmalar istisnadır ki, qoşulduğu sözü, məsəl üçün mübtədadırsa onu tamamlıq edə bilər. Gəlin baxaq, tutalım deyirəm ki, Azər gəldi. Nə etdi? Gəldi. Kim? Azər. Bir də deyirəm ki, Azər ilə gəldi. Kim ilə gəldi? Yaxud da tutalım deyirəm ki, getmək üçün gəlmişəm. Nə məqsədlə gəlmişəm? Getmək üçün. Yəni qoşmalardır ki, cümlə üzvündə də deməli müəyyən qədər iştirak edə bilər. Mən bura qabaqcadan yazmışam növləri ki, sistemli şəkildə ardıcıl mənim yadımdan çıxmasın və sonda ən əsas olaraq danışacağım bəzi məqamları da yuxarı yazmışam. Hamısını bir-bir. Belə, gəlin danışaq qoşma. Qoşma ismin 4 halında işlənib, müəyyən mənaçalar yaradır, bunu biz bilirik. Qoşma nədə işlənmir? Qoşma ismin təsirlik və yerlik hallarında işlənməyəcək. Təsirlik və yerlik. Bu iki halda deməli qoşmalar işlənməyəcək. Yəni qoşulduğu sözlə birlikdə mənaçalar yaradacaq. Yazmışam mən növlərin bənzətmə, müqayisə bildirənlər. Məsələn, qədər, kimi, tək, təki, cəcəm. Tək-təki bəzən bəzi kitablarda verilmir, amma biz diqqətli olaq. Yəni, iki obyekt qarşılaşdırılır, bir-biri ilə müqayisə olunur. Aydındırmı? Məsələn, deyirəm ki, sənin kimi gözəl bir qız görməmişəm. Sənin kimi. Yəni, başqaları ilə bunu qarşılaşdırdı. Aydındırmı? Bənzətmə, müqayisə bildirənlər. Konkret olaraq biz bunları nə etməliyik? Əzbərləməliyik. Tutalım, deyirəm ki, sən tək, ey bülbül, gülüstanə güzar etməz miydim, sən tək. Bir də burada təki yazmışam. Biz bilirik ki, qoşmalar, birhecalı qoşmalar, bayaq deyəsən demədim, indi deyərəm, problem deyil. Qoşmaların quruluşundan danışsaq, birhecalı qoşmalar sözə bitişik yazılacaq. Bir dənə burada təkin variantlılığı olan təki ayrı yazılacaq. Təki qoşması görsək, çünki baxın, iki hecalıdır, deməli ayrı yazılacaq. Bu demək olar ki, güvənin də testində ən çox işlədilən məqamlardan biri hesab olunacaq. Burada vermişəm bənzətmə müqayisənin içərisində cəcə. Deməli, cəcə bir sıra funksiya yerinə yetirə bilər. Mən 3 dənə bura cümlə yazacağam. Həmin cümlə əsasında biz danışacağıq ki, cəcəni harada görsək, deməli, bənzətmə müqayisə olaraq götürməyəcəyik. Çünki köməkçi hissələri öz aralarında sinonimlik xüsusiyyətinə çoxca malik ola bilir. Xüsusilə də qoşma. Tutalım, deyirəm ki, bu yazım sonra danışım. Maçır qoşma gəlmir.
Hə. Yol boyunca güllər əkildi. Nə bilim, yol boyunca güllər əkdik. Biz bilirik ki, burada cacə məzmununun sinonimi var. Yol boyu ilə. Aydındır? Yol boyu ilə. İndi yazacağıq birazdan ki, hansı məna növünə aiddir. Qoşmalar quruluşca sadə olur. Quruluşca yox, quruluşuna görə. Aydındır? Deməli, burada da cacənin sinonimi nədir? Yəni, əvəz edə bildiyimiz görədir. Yəni, biz harada cacəni görsək, avtomatik olaraq biz onu bənzətmə götürməyəcəyik. Bənzətmə olduğu da olacaq, birgəlik olduğu da olacaq və s. Dəryaca ağlın olsa, dərya qədər ağlın olsa. Deyir də, bu şifahi xalq ədəbiyyatının içərisindədir. Deyir, dəryaca ağlın olsa, nə bilim, xəcil olsan gülərlər və s. Dəryaca yox, dərya qədər. Qoşmalar quruluşca sadə olur, yəni quruluşuna görə. Yol boyunca güllər əkildi, yol boyu ilə güllər əkildi. Əsas məqamlar bax bunlardır. Biz onları nə edirik? Qarışdırmırıq. İnşallah ki, qarışdırmayacağıq. Birgəlik qoşması yazmışam. Və ilə lalə. Buranı artıq silirəm. Deməli, yuxarını da silməzdim gərək. Yoxdur, sildim artıq. Danışmışıq onsuz da, yəni qalmağının qalıb qalmamağının bir önəmi yoxdur. Birgəlik qoşması və ilə lalə. Məsələn, deyirəm ki, Akif ilə Həsən getdi. İndi biz bugün keçirik qoşmanı, biz bilirik ki, bu bəzi məqamlar var da, biz demək olar ki, aşağı sinifdən bilirik ki, ilənin və ilə əvəz olunması, vənin ilə əvəz olunması, bunların hansının qoşma olub olmamağı. İndi gəlin nümunələr yazaq. Hə. Biz tutalım danışırıq ki, haqqında birgəlik qoşmasının bağlayıcıdan necə fərqi? Çünki biz bağlayıcılarda da vəni görəcəyik axı. Baxaq. Həsən ilə Akif getdi. Asanlıqla və ilə nə edirəm? Əvəz edə bilirəm. Düzdür? Hə. Babam ilə gedirəm və ilə nə edim? Əvəz eləyə bilmədim. İndi Həsən ilə Akif getdilər. Burada da mən axı və ilə əvəz eləyə bildim. İndi mən burada bunu durum, qoşma götürüm. Mən burada bunu qoşma götürməyəcəm. Mən burada bunu bağlayıcı olaraq götürməliyəm. Yuxarıda qoşmadan aşağıda bağlayıcıdır. Səbəb xəbərin cəmdə olması hesab olunur. Kitablar uzun uzadı yazacaq, amma xəbər cəmdədirsə, siz deyəcəksiniz ki, bu bağlayıcı hesab olunmalıdır. Və salam, şübhə tamam. Keçid alaq bir digər deməli məna növümüzə səbəb məqsəd bildirənlərə. Səbəb məqsəd bildirənlər üçün ötürü əsasən görə. Biz burada əsasəni bir də istinad bildirən qoşmaların içərisində də görəcəyik. İstinad deyib istinad yazıram. Üçün ötürü görə əsasən və s. İndi nə deməkdir bu? Yəni biz dedik ki, qoşmalar öz aralarında sinonimlik xüsusiyyətinə aid malik ola bilər. Məsələn, sənin üçün gəlmişəm. Nə məqsədlə gəlmişəm? Sənin üçün. Düzdür? Vəssalam. Hə. Dediklərinə əsasən heç nə başa düşmədim. Dediklərinə əsasən, yəni dediklərinə görə tutalım deyirəm ki, yəni bunlar ancaq necə fərqləndirilə bilər? Cümlə daxilində fərqləndirilə bilər. Biz deyirik ki, səbəb məqsəd bildirənlərin içərisində də əsasən qoşması var, istinad bildirənlərin içərisində də əsasən qoşması var. Biz bunları ancaq cümlə daxilində fərqləndirə bilərik. Tutalım deyirəm ki, deyilənlərə əsasən gəlmişəm. Deyilənlərə görə gəlmişəm. Aydındır? Bunlar öz aralarında nə edir? Sinonimlik xüsusiyyəti daşıyar. Biz bayaq aidlik qoşmasından əslində danışmışıq. Aid, dair, məxsus, xas. Yəni, müəyyən bir əşyanın, obyektin kimə aid olmasını bildirir. İnsan da ola bilər bu. Aydındır? Mənə aid, mənə məxsus, mənə xasdır. Hə. Bir də onu danışaq ki, qoşmalar ismə mənsub olan 4 qrammatik deməli kateqoriyanı qəbul edə bilər.
onun kimilərindəndir. Bax, bunu yazacağım. Biz rahatlıqla bunu başa düşəcəyik. Biz bilirik ki, gəli hal özündən sonra mənsubiyyət şəkilçisi qəbul etməlidir. Düzdür? Kimi burada qoşmandır. Larlər cəm kateqoriyasıdır. Onun kimiləri, bayaq danışdığım, indicə danışdığım məsələ. İ burada bir qrammatik kateqoriya, N burada bitişdiricidir. Ya üstündən xətt çəkərəm, ya da elə bunun içərisində götürərəm, problem deyil. Silindi artıq. Dan-dən çıxışlıq bir qrammatik kateqoriyamız, yəni xəbərlik kateqoriyamız hesab olunacaq. Deməli, qoşmalar ismə mənsub olan 4 kateqoriyanın 4-ünü də qəbul edə bilər. Daha sonra biz haqqında danışaq zaman qoşması. Səndən əvvəl, səndən qabaq, səndən bəri və s. Bir də biz, mən əslində gələ deyərdim, məsəl üçün adlıq hala qoşulan adlıq və müəyyən gəlik hala qoşulan qoşmalar, çıxışlıq hala qoşulan qoşmalar və s. Yönlük hala qoşulan qoşmalar və s. Biz bunları ancaq harda tapa bilərik? Cümlə daxilində tapa bilərik. Məndən ötürü, mənə xas, mənə dair, məsəl üçün səndən qabaq, sənin üçün. Yəni əvvəlindəki hansı haldadırsa, biz onu nümunədə rahatlıqla məncə fərqləndirə bilərik. Yəni onları durub uzun-uzadı da öyrənməyə elə də bir ehtiyac qalmayacaq. Daha sonra fərqləndirmə bildirən qoşmalar yazmışam. Başqa, ayrı, özgə, savayı və s. bunlar da olacaq. Fərqləndirmə bildirən qoşmalar. Məsəl üçün, and içirəm, səndən özgə sevmərəm, səndən başqa sevmərəm, səndən ayrı sevmərəm və s. Görürsünüz, hamısı bir-biri ilə nə edir? Sinonimlik xüsusiyyətinə malik olur. Mən danışdıqca siz bu qeydləri götürdünüzsə, mən sonda deməli danışıram qoşmaların əsas nitq hissələri ilə yaxud da öz aralarında müəyyən qədər lazımlı məqamlarına. Tutalım yazmışam ki, tərəf, doğru, sarı, kimi, qarşı, qədər, başqa. Biz bunların hamısından danışdıq ki, hansı üzr istəyirəm, hansı kateqoriyaya, hansı deməli məna növünə aiddir. Tutalım deyirəm ki, evə tərəf, nə bilim, qaçdım, getdim və s. Yadıma qoşmaların yazılışı düşdü. Bir dənə onu yazım, yadımdan çıxmasın, qoşmaların yazılışı. Deyəsən, bunu deməmişəm. Evə tərəf getdim. Evə doğru getdim, evə sarı getdim, evə kimi getdim, evə qədər getdim, nə bilim, və s. Görürsünüz ki, olur, alınır. Mənim məqsədim bunların sinonimliyini izah eləmək deyil. Bunların əsas nitq hissələri ilə fərqləndirilməlidir. Hər halda özünüz başa düşürsünüz. Tutalım deyirəm ki, tərəflər kim idi? Hər ikisi yad. Yadlar mı edəcək bu xalqa imdad? Yaxud da deyirəm ki, tərəflər razılığa gəldi. Kim? Tərəflər. Burada artıq nədir? İsim. Daha sonra, doğru. Tutalım deyirəm ki, birinci qoşmasını yazaq. Evə doğru gedirəm. Evə doğru gedirəm. Tutalım deyirəm ki, sənin danışdıqların doğrudur. Yəni, burada ismi xəbər vəzifəsində də işlənilə bilər. Tutalım deyirəm ki, doğru söz. Necə söz? Doğru söz. Və s. Yəni, sifət kimi də işlənə bilər. Sarı. Tutalım deyirəm ki, yaramız sarı, nə bilim, sarı köynək. Yaramız sarı. Nə et? Sarı. Sarı köynək. Necə köynək? Aydındır. Bir də qoşma kimi təbii ki, deyirəm ki, evə sarı. Yəni, evə doğru. Və s. Kimi. Kimiyə biz orada fikir verək. Tutalım deyirəm ki, evə kimi yolun var, yəni evə qədər. Bu konkret olaraq məsafəni bildirəcək. Bir dənə yadıma düşdü. Önlük, adlıq. Bunu da yazdıracağım. Tutalım deyirəm ki, kimi danışır, kimi deyir, kimi gülür. Burada konkret olaraq əvəzlikdir. Doğrudurmu? Yəni o məqamlara fikir verək. Tutalım deyirəm qarşı. Qarşı, nə bilim, qarşı dağlar. Hansı dağlar, necə dağlar, qarşı dağlar, sifət olacaq. Bax, orada qarışdırmayaq. Tutalım deyirəm ki, qədər mənim üzümə gülmədi. Qədər yəni tali, nə isim olacaq, aydındır. Amma tutalım evə qədər, məktəbə qədər burada qoşmadır. Başqa da ola bilər. Tutalım deyirəm ki, səndən başqa heç kimi sevmirəm. Burada qoşmadır. Bir də deyirəm ki, səndən başqa münasibət gözləmirəm. Səndən başqa münasibət nə eləmirəm, gözləmirəm. Kimdən, səndə nə edirəm, gözləmirəm, kimdən? Bax, necə münasibət? Başqa münasibət. Burada sifətdir. Yəni cümlənin intonasiyasına biz nə etməliyik? Fikir verməliyik. Aydındır? Qoşmaların yazılışı. Burada bizə ən lazım olan, tutalım deyirəm, babamla gedirəm. Yox, qarışdırdım. Bir də ən lazım olan birinci üçündən deyim.
Üçüncünün üçün. Burada da əsas məqam odur ki, yəni saitlə bitibsə üçün olacaq, samitlə bitibsə üçün olacaq. Məsələn, nə deyək? Tutalım, deyirəm ki, kitab üçün üzlük aldım, kitab üçün üzlük aldım. Amma bu saitlə bitmiş olsaydı, olacaqdı üçün. Bir dənə də son olaraq haqqında danışaq. Bunlardan demək olar ki, heç bir şey qalmadı. Qoşmalar biz dedik ki, zaman məzmunu, zaman mənası bildirə bilər. Amma bəzən bu zamanla qarışdırılsa da məsafə hesab oluna bilər. Tutalım, deyirəm ki, səhərə kimi gözlədim. Bu zaman deyil, bu zamanın məsafəsidir. Səhərə dək gözlədim. Yaxşı mı? Bax. Səhərə kimi, nə bilim, səhərə dək onu gözlədim. Gözləməz olaydıq. Səhərə kimi onu gözlədim. Məsafə bildirir. Bir də deyirəm ki, sən gedən kimi o gəldi. Bu fe'li sifətdir. Özdə nədir? Kökdən, yəni adlı xallı fe'li sifətdir. Yəni bir növ belə hesab edin. Düzdür? Fe'li sifətə qoşulursa, deməli adlı xallı fe'li sifətə qoşulursa zamandır. Yəni zamanı da məncə tutmaq rahatdır. Məsafəni tutmaq biraz qəribədir. Yəni səhərə kimi səni gözlədim də. Yəni ki, nətər deyim? Yəni səhərin məsafəsinə qədər. Yəni ki, axşamdan səhərə qədər olan məsafə qədər səni gözlədim. Aydındırmı? Belə, inşallah ki, qoşmadan lazımdır yadda qalan əsas qarışıq məqamları vermiş oldum. İzlədiyiniz üçün təşəkkür edirəm. Ardı olacaq. Sağ olun.